Oracle səhmini analiz edərkən diqqətimi çəkən maraqlı bir texniki formalaşma gördüm. Bu formalaşma qiymətin növbəti hərəkəti üçün vacib bir düşüş siqnalı ola bilər. Bunu sizlə bölüşmək istəyirəm. Ümumiyyətlə, aylıq qrafikdə biz Oracle səhminə baxsaq, qiymətin 2002-ci ildən yüksələn trend xətti üzrə hərəkət edib və biz burada görə bilərik ki, qiymət bu dəstək xəttindən hər dəfə gələrək bu dəstək xəttinə buradan qiymət yuxarı yönlü yüksəlmişdi. Və burada bizdə aylıqda, həmçinin həftəlik qrafikdə bir formalaşma yaranıb. Bu baş çiyin formalaşmasıdır və bu bizə qiymətin daha da aşağı düşəcəyini bir siqnalı verir. Həmçinin burada dalğa analizi üçün də bir düşüş siqnalı var. Bunun üçün bizim üçün vacib olan əsas məsələ, baxın, bu aylıq qrafikdə böyütsəm görə bilərsiniz. Çiyin gəlir, baş və çiyin formalaşması. Bu ayın sonuna kimi bu xətti, demək olar da belə deyək, 140 səviyyələri və biraz deyək 143 səviyyələri, 140-143 səviyyələrini qıraraq altında qapanma etsə, növbəti hədəfin təqribi 90-93 dollar səviyyələrinə qədər düşəcəyini düşünmək olar. Bu formalaşma qiymətin ora kimi, yəni mən getdiyim istiqamətlərdən də aşağı getməsini bizə göstərir. Sadəcə olaraq mən biraz düşünürəm ki, o səviyyələrə çox getməz, amma izləmək olar. Bu bizim yüksələn trend xəttimizə toxunaraq, buradan reaksiya alaraq qiymətin yuxarı yönlü yüksəlməsini düşünürəm. İlk öncə bu bizim dəstək xəttimizi qırmalıdır düşüş üçün. Buradan da reaksiya alıb yuxarı doğru qalxa bilər. Burada həmçinin dalğa analizinə görə bizim burada 3-cü dalğamız var. Və burada 4-cü dalğanın ABC-si var. Hal-hazırda A dalğası yaranıbdır. B dalğası yaranmaq üzrə bitib, yəni bu bitib artıq və C dalğası gedir. C dalğasının da 3 növü var. Ola bilsin ki, bu səviyyə, A dalğasının bu səviyyəsi vurulsa, qiymət aşağı yönlü düşmə ehtimalı çoxdur. Vurmasa, artıq qiymət bu yöndən yuxarı yüksələ bilər. Amma mənim düşüncəmə görə qiymət aşağı düşəcək. Səbəb odur ki, aylıq qrafikdə 4-cü dalğa tamamlanmıyor. 4-cü dalğaya doğru gedir. Və onun üçün qiymətin biraz aşağı düşəcəyini gözləyirəm. Və həmçinin Telegram qrupda canlıda bildirmişdim, həmin işarə burada qalıbdır. Həmçinin bunu göstərim. Analiz edəndə mən demişdim ki, qiymətin burada 2 səviyyəsi var. Bütün xəttləri silim. Həmçinin bir dənə burada xətt var, onu da əlavə edəcəm. Hər ehtimal silim. Baxın, burada bu istiqamətdə biz canlı yanı demişdim ki, əgər qiymət bu zonalardaydı, gəlib 175-27 səviyyəsini vurarsa, qiymət yenidən aşağı yönlü düşəcək. Yox, qiymət buradan yuxarı qalxıb 250.25 səviyyəsini vuracaqsa, qiymət artıq 5-ci dalğanı üçün yuxarı dönük 346 səviyyəsinə kimi gedəcək. Qiymət hal-hazırda bu səviyyəni vurdu və 175-27 səviyyəsini vuraraq qiymət düşdü. Mənim proqnozuma əsasən qiymət ilk növbədə, indi bu sabah və ya bu gün dərhal gəlib buranı vurmaya bilər. Müəyyən bir korreksiya edib sonradan vura bilər. 135-25 səviyyəsini vursa, qiymət artıq aşağı yönlü düşəcək. Aşağı yönlü düşsə də
aylıqda artıq qiymət 4-cü dalğaya gedə bilər ayın sonuna kimi və növbəti ayın əvvəlində biz bunu görə bilərik. Və həmçinin burada biz aylıq qrafikdə görə bilərik ki, bizim bu trend xəttimiz, hansı ki dəstək trend xəttimiz əvvəllər dəstək kimi, müqavimət kimi çalışıb, sonradan qiymət düşüb gəlib. Hal-hazırda da dəstək. 2023-cü ildən bu xətt dəstək kimi çalışır. Bu səviyyəni qırıb altında qapanma etsə və bildirdiyim bu səviyyə 135 səviyyəsi vurulsa, qeyd etdiyim ssenari 90'lar və 90'ların altını qiymət görə bilər. İzlədiyiniz üçün təşəkkür edirəm.